Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim bu gün sizlərə Gün var əsrə bərabər əsərindən manqurt hissəsini izahını təqdim edirəm. İzaha keçməmişdən öncə sizlərdən xahişimiz budur ki, mütləq bizim kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olursunuz. Həmçinin videomuzu bəyənsəniz əgər paylaşmağı da unutmayın. Bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalanmaq üçün isə sadəcə olaraq bu nömrəni WhatsApp-ına yazırsınız 051 785 15-25. Baxın yoldaşlar, bu nömrəni WhatsApp-ına yazaraq bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalana bilərsiniz. Əks halda bu videonun rəy bölməsində də məhz WhatsApp qrupunun linki yerləşdiriləcək, daxil ola bilərsiniz. Keçək manqurt əsərinə. Demək, deyir Anabeyt qəbristanlığının öz tarixi vardır. Təbii ki, əsər Anabeyt qəbristan tarixinə başlayır. Burada ixtisarla verilib. Təbii ki, hissədə düşsə, əgər ixtisar olunmuş hissədən sual düşəcək. İlk olaraq rəvayət belə başlanır ki, bu yerləri zəbt edən Yuan-Yuanlar əsər tutduqları düşmən əskərləri ilə çox amansız rəftar edilmişdir. Yəni, Yuan-Yuanlar hansı xalqı, hansı milləti əsər tutulmuşlarsa, mütləq onlardan amansız rəftar edilmişdir. İmkanı olanda əsəri qonşu ölkəyə qul kimi satırmışlar. Bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş. Çünki ümid yeri qalırdı, kim bilir, bəlkə elə bir imkan oldu ki, qaçıb vətənə qayıdıb. Baxın yoldaşlar, vəziyyətə baxın ki, bir insanın, şəxsin qul kimi satılması onun xoşbəxtliyi demək idi. Çünki oradan qaçıb canı qutara bilərdi. Əks halda isə manqurt olacaqdı. Və onların özləri üçün qul kimi saxladıqları əsirlər isə dəhşətli tali gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib, yəni dəvə dərsi keçirib, dözülmə işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişdir. Bu şahiddən davada əsir alınmış cavan döyüşçülərin başına gətirilmişdir. Yəni, Yuan-Yuanlar cavan döyüşçülərin başına bu işgəncə gətirilmişdir. Əvvəlcə onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırıb qutaranınca Yuanların təcrübəli qəssabları lap yaxında qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayırmışlar. Bu dəqiqədə hissələrə bölüb buğlana-buğlana onun qırxmış əsirlərin başına keçirilmişdir. Dərini çəkilməklə saqqız kimi zifi yapışmağı bir olmuş. Bir növ indiki üzgüçlü papaqlar kimi, yəni tam başa yapışırmış da. Başdan belə iş gətirən adam ya ağır işgəncə dözməb ölür, ya da ömür billah demək yaddaşını itirirdi. İtirib olurdu manqurt, olurmuşam. Yəni keçmişini xatırlaya bilməyinə qula çevrilmiş. Bir dəvənin boyun dərisi 5-6 zifə bəs eləyirmiş. Zif salınandan sonra məhkumun boynuna taxta kündə keçirilmişlər ki, başını yerə çatdıra bilməz. Yəni başını çatdırıb birdən yerə sürtüb çıxardır. Onların tükürbəci nalələri boş yerə narahatsızlıq verməsin deyə yazıqların bu vəziyyətini uzaq yerə aparıb, əl-ayıqları bağlı, atsız atırmışlar qızmar günün altına. İşgəncə bir neçə gün sürülmüş, müəyyən yerlərdə də güclü gözətçilər qoymuşlar ki, hələ sağ ikən qohumlarından, əqrəbalarından gəlib onları xilas etmə fikrinə düşən olardı qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş, çünki açıq düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfəri manqurt olunmağı xəbəri gəlib qabiləyə çatanda, onun ən yaxın qohumları belə onu xilas etməyə və ya satın alıb qaytarmaq istəmirmişlər. Çünki bu adam özünü yox, müqəvvasını qaytarmaq demək edir. Yəni, əgər manqurt haqqında onun qəbiləsinin, tayfasına kimsə xəbər versəydi, onu heç kim gəlib xilas eləmirdi. Çünki belə xilas etmə mənası da yoxdur. Çünki artıq sən onun özünü yox, yaddaşı etmiş bir cismini azad edirdi. Sarı qızmar günəşin döydüyü çöldə ağır işgəncə çəkənlərin çoxu dözmə bölünmüş. 5-6 manqurtdan biri ya ikisi sağ qalmış. Onların ölümünə bais acılıq ya susuzluq olurmuş. Onların axırına çıxan gün altına quruyub manqurtun başına get-gedə amansızca sıxılan xam dəvə dərisinin verdiyi dözümlü əzablar. Yəni, dəvə dərisinin onların başına verdiyi əzablar onlar elə demək dözümlü vəziyyətə düşürlər. Qızmar günəşin şüaları altında durmadan sıxılan zif qulun qırxıq başına dəmir məngənə kimi sıxır. Yuan-Yuanlar yalnız 5-ci gün, baxın 5-ci gün gəlib onları yoxlarmışlar ki, görsünlər kim ölüb, kim qalıb. Əsirlərdən birini diri tapanda belə isə bildirmişlər ki, məqsədinə çatıbdır. Ona su verir, qandal kündəsini açır, biraz sonra da qulluq elə güzə gətirir, ayağa qaldırırlar. O yaddaşı itirib dönüm olurdu, qul manqurt. Buna görə də adi sağlam qullara nisbətən 1-yə 10 qat qiymətləndirilir. Çünki o yaddaşı itirmiş quldur, nə desən onu da eləyəcək.
Manqurt kim olduğunu, hansı nəsildən qəbul olduğunu, adını, uşaqlığını, atasını, anasını xatırlayıb yada sala bilmirmiş. O dil sağız heyvan kimi hər şey olduğu üçün, bir şey olduğu üçün tamamilə müti və təhlükəsiz, yəni kölə və təhlükəsiz. Manqurt heç vaxt qaçma fikrinə düşməzmiş. Buna görə də onu güdmək, çeşidi saxlamaq, gizli niyyətlərindən şübhələnmək lazım gəlmir. Bəzən suallarımıza düşə bilər ki, manqurtu hər zaman güdürdülər ki, birdən qaçar. Xeyr, belə bir şey yoxdur ki, onu güdmək, çeşidi saxlamaq, gizli niyyətlərindən şübhələnmək lazım gəlmir. Çünki heç o qaçmırdı. Manqurt sadiq it kimi bircə öz sahibini xatırlayır, başqa adamlara baş qaldırıb, qatıb qarışmaz. Bircə fikri qayğısı varsa o da qarnını doydurmaq. Başqa dərdi səri yox idi. Əvəzində tapşırılan işi kör-köranə, can dildən inadla yerinə yetirirdi. Manqurtlara adətən ən çirkin ağır işlər gördürərlər ya da ki, küt dözüm tələb eləyən cansıxıcı işlər buyururdu. Uzaqlarda otlayan dəvələrə pasiban bedikdə rəhbərliyidir, dəvədə müğayət olurdu, gözətçilik. Pasibanlıq eləyən manqurtlardan başqa heç kəs Sarıözə çöllərinin tənhalığına, kimsəsini dözə bilmirdi. Belə bir əlçatmaz yerdə bircə manqurt necə xidmətini əvəz eləyərdi. Yeməyini vaxtında ver, yay qış qalıb işi görsün. Özü də nə tərslikdən, nə tənhalıqdan şikayət edir. Sahibin əmri manqurt üçün hər şeydən artıqdır. Yeməkdən bir də çöldə soyuqdan dolmamaq üçün köhnə, nimdaş paltodan başqa bir şey istəmirdi. Bu əhvalat o dövrə aiddir ki, Juanlar uzun müddət sarı özək çöllərini zəbt eləyib ərazilərini genişləndirmək, qul ələ keçirmək üçün qovxalar aparırdılar. Günləri birdə Nayman torpaqlarına karvanlarla mal gətirən sövdəgərlər, yəni tacirlər, Nayman torpaqlarına mal gətirən tacirlər çay məclisində söhbəti vaxtı danışırdılar ki, çöllükdə böyük bir dəvə sürüsünü güdən cavan bir pasiban görüldü. Sövdəgərlər onunla danışmaq istəyəndə görürlər ki, oğlan manqurtdur. Yəni burada tacirlər bir vaxt çay süfrəsində çay içən zaman belə söhbət edirlər ki, o vaxt belə demək səhrada biz bir dəvəni güdən demək oğlan gördü. İstədi ki, yaxınlaşa söhbət edə gördü ki, o manqurtdur. Baxan deyir ki, sap-sağlam oğlan. Heç kəsin ağlına gəlməz ki, onun başına belə iş gətirir. Yəqin o da vaxtında söz deyib, söz anlayın olmuş. Özü də lap cavan cahil, bığ yeri təzə tərləb, sir sifəti görkəmi də pis deyil. Digər ki, danışdan elə bir dünə dünya gəlib, uzaq yazıb uşaq. Nə atasının adını bilir, nə anasının, Juanların onun başına gətirdikləri müsibəti belə də xatırlaya bilmir. Hardandır, kimlərdəndir, onu bilmir. Nə soruşursan demir, bircə hə bilir, bir də yox. Bir də qulaqlarına cam keçirdi, papağan bərk-bərk tutub dayanır. Dəvənin dərsində bəzən ömürlük bitişib qalır manqurtun başında. Belə manqurt üçün ondan böyük cəza yoxdur ki, deyəsən, gəl başını buğa verim, dərini qoparım. Yəni, manqurt üçün ən ağır cəza onun başının dərini qopartmaq idi. Aydın olma? Dəli ayğır kimi çırpınacaq, bir adam da başına yaxın buraxmayacaq. Belə manqurt heç vaxt papağını çıxartmır, elə papaqda da yatır. Demək, papaqda da bir şey yatır, çünki başına bitişik qalır. Bu söhbət gedən vaxt, yəni tacirlər öz aralarında bu söhbəti edirlər. Bu söhbət gedən vaxt bir arvad sövdəgərlərə çay süzürmüş. Yəni belə deyək də çayçı işləyirmiş, çay süzürmüş. Demə o Nayman anaymış. Demək çay süzən qadının adı nəymiş yoldaşlar? Nayman anaymış. O gecə Nayman ana səhərəcən çimiri vurmur, yəni gözlərini yumur. Başa düşür ki, o manqurt pasibanı sarı özə çöllərini axtarıb tapmayınca onun öz oğlu olmadığını bilməncə rahatlıq tapmaz. Yəni bunun oğlu da o vaxt əsir düşüb və elə düşünür ki, o əsir düşən oğlum ola bilər. Çoxdan bəri ürəyində cəzləyib saxladığı üzücü, qorxulu bir şübhə ana qəlbində yenidən baş qaldırmışdı. Oğlu döyüş meydanında həlak olub, ya yox, yəni bilmirlər həlak olub, ya yox. Onun oğlu sarı özək torpaqlarında Yuanları döyüşdə həlak olmuşdu. Əri də bir il əvvəl öldürülmüş. Yəni əri də öldürülüb, oğlu da, bu elə bilir ki, oğlu da öldürülüb. Naymanlar arasında ad çıxarmış, sayılan kişilərdən biriymiş. Oğlu döyüşə getmişdi ki, atasının qisasını aldı. Demək, oğlu döyüşə niyə görə gedib? Bir il əvvəl ölən atasının qisasını almaq üçün getmişdi. Döyüşdə düşmənlə üz-üzə gəlib sinirləşəni görüblər ki, onun oğlu yıxılıb atın boynuna. Döyüşün hay-həşindən hürkən qızğın at götürülüb. Oğlan duruş gətirə bilməyib yıxılıb. Bir ayağı ilişib zəngi atın böyründən asılı qalıb. At oğlan cansız desədə sürüyə-sürüyə üst tutub çöllər. Tərslikdən at düşmən tərəfə qaçıb. Yəni bunun övladının dəqiq öldüyü haqqında məlumat yoxdur. Demək ki, at yıxılıb, büdürəyib, oğlan büdürəyib, yıxılıb, ayağı keçib o atın belində olan üzəngə və bunu götürüb aparıb düşmən tərəfə. Yəni bilmirlər, ölüb yoxsa qalıb.
Naymanlar bir neçə gün dalbadal çöl gəzib axtardılar ki, oğlanın ölüsünü tapsınlar. Bir şey çıxmadı. Nə meydini tapdılar, nə atını, nə də silahını, yarağını. Nə izvadı, nə əlam. Onun həlaş olduğunu heç kimdə şək şübhə yox idi. Çünki yaralı olsaydı belə bu neçə gün ərzində ya qan itikindən ya da susuzluqdan ölərdi. Yəni belə düşündülər ki, 100% ölüb neçə gündə bu sağ qalmaz. O yüzden Nayman ana üçün bomboş dünya, bomboş bir günlər başladı. Ona başa düşürdü ki, davada həlak olanlar olur. İntihası oğlunun meydinin döyüş meydinə atılıb qalmağı, bastırılmamaq onun rahatlıq vermir. O düşünür ki, eybi yoxdur, nə elər? Döyüşdə dava olar, insan şəhid olar. Sadəcə olaraq mənə bir narahatlıq verən odur ki, ya ölübsə bunun cəsədi hanı? Cəsədi yoxdursa, cəsədi niyə görə çöldə qalıb? Onu mütləq bastırmaq lazım. Bax, nə oldu mu? Rahatlıq vermir. Bu qara fikirlər özünə rədd etmək üçün oğlunun öldüyünə görə öz gözləri ilə görüb inanaydı. Ona hər şeydən çox şübhə gətirin oğlunun atılıb yerli dibli yoxa çıxması, atının yerli dibli yoxa çıxması, at ölməmişdi, at hürüşüb qaçmış. Yəni düşünür ki, at hürüşüb qaçıb. Əgər demək ki, bu at sağdırsa, mənim babam yaralısa, at geri qayıtmalıdır. At da yoxdursa, demək ki, bu çox güman ki, bunu tutublar. Bütün ilxi atları kimi o da gec-tez üzəngə ilişmiş ölünü sürüyə-sürüyə ilxisine qaytarmalı idi. Onda nə qədər dəhşət olsa atı sürüyə-sürüyə gətirdi bu ölünü, üst ağlayar, üz gözünü çırardı, əvvəzində ürəyindəki bütün şübhələri bir dəfə çıxarıb atardı. Ancaq nə faydası ki, nə oğlun meydi tapıldı, nə də at qayıtdı. Qəbilə cəmaatı bu hadisəni yavaş-yavaş unutmağa başladı. Çünki zaman keçdikcə hər şey silinib, unudulub gedər. Bircə ana təskinini tapıb unuda bilmirdi. O gəlmə sövdəgərlərin, tacirlərin heç birinin ağlına gəlməzdi ki, o zaman manqurt haqqında dedikləri sözlər Nayman anam qovrulan ürəyini təzə bir qığılcım salacaq. Ana başa düşürdü ki, ta o manqurtu tapmayınca, onun necə olub olmadığını bilməyincə sakitlik tapmayacaq. Sübh açana Nayman ana yurtdan yola hazır çıxdı. Kandarı adlayıb qapıya söykəndi. Fikrə getdi, ağlı tərk etməmiş, ətraf diqqət süzdü. Ananın gözləri doldu, dərin bir ah çəkdi. Sonra özünü ələ aldı, duanın birinci sözlərini pısıldadı. La ilaha illallah, Allahdan başqa Allah yoxdur və qəti addımları dəvə yaxınlaşdı. Dizlərini qatlayıb hıxladı. Nayman ana əlindəki heybələri tələsi alıqdan aşırıb dəvəyə mindi, səsləyib onu diklədi. Ağmaya dəvənin adı. Ağmaya indi başa düşdü ki, qarışdı səfərə. Bir neçə gün idi ki, Ağmaya heç neçə inləmə kimi bir səslə, ayqlarını asta bir xışıltı ilə yerə toxunduraraq, uçub uzaqsız sarı özə çöçək düzənliyini yorturdu. Yəsi ona aman vermir, kimsədə qızmar çölüşdə haylayıb qovurdu. Yalnız gecələr dincəlir, səhər aslan kimi yenə sövdəgərlərin nişan verdiyi yerdə böyük dəvə sürüsünü, amanqurt pasibanını axtarırdılar. Nayman ana birdən qarşısına geniş bir dərəyə yayılıb otlan böyük bir dəvə sürüsü gördü. Əvvəl sevincindən nə edəcəyini bilmədi, Ağmayanı hayladı, sonra qorxdu, manqurt olmuş oğlunu görəcəyindən qorxdu. Demək olar ki, bax burada ana qəlbidir. Demək ana manqurt oğlunu görəcəyindən də qorxdu. Hətta ki, birdən görürəm oğlum manqurtu ürəyimi dözmür. Ağmayanı haqladı, sonra qorxdu, manqurt olmuş oğlunu görəcəyindən qorxdu. Budur, sürü otlayır, bəs pasiban hanı buralarda olmalıdır və dərənin o başında adam gördü. Uzaqdan kim oldu bilmirdi. Əl çomalı pasiban yüklü minik dəvəsinin noktasına tutub, gözünəcən basıb papağın altında ona baxırdı. Yaxınlaşıb oğlunu tanıyan Nayman ana özünü dəvənin belindən yerə necə atdığını bilmədi. Demək bu pasibanlıq edən bu manqurt sənədə Nayman ananın övladıymış. Oğlum, oğul bala, sən axtarmaqdan əldən düşmüşəm. Mən sənin ananam. Digər ki, onun gəlişi oğluna heç bir təsir etmədi. Heç ağzını açıb soruşmadı ki, ayar var, kimsən, niyə ağlayırsan? Nayman ana tərpənmə bir yerində qaldı, çömbəlib üzünü əlləri ilə örtərək xısın ağladı. Başını qaldırmadan bir müddət vəziyyətdə qaldı. Manqurt oğul heç bir şey olmamış kimi mənası və laqeyd nəzərlərlə ona baxdı. Üzgün sifətindən nəyəsə təbəssümə bənzər bir şey işardı. Təbəssüm bir şey. Ancaq gözlər yenə əvvəl kimi tamam etinasızlaşdı. Nayman ana soruşur. Məni tanıyırsan? Manqurt başıyla yoxdur. Bəs adın nədir? Manqurt. Sən indi belə çağırırlar. Əvvəlki adın yadındadırmı? Bir əsl adını yadına sal görüm. Manqurt danışmırdı. Ancaq görülür ki, o da adını yada salmağa çalışır. Demək, qaşların arası iri tər içərisində. Demək, hətta burada manqurt öz adını yadına salmalıdır. Çalışır, çünki qaşların arası tər içərisində idi. Amma görünür, oğlunun qalın bir divara rast gəlmiş, divarı keçə bilmirdi. Bəs atanda adı nədir? Bəs özün kimsən, kimlərdənsən? Heç olmaqda doğulduğun yerdə yerini isə bilirmirsən? Yox, o heç nə bilmir, heç nə xatırlamır.
İlahi görsən nə günə salıblar deyə ana pıçıldadı. Yenə də özünü asılı olmayaraq dərddən boğula-boğula ağlamaya başladı. Anam bu dərdi kədərə manqurda təsir etmirdi, qəti təsir etmirdi. Ana onun kim olduğunu soruşmaqla yox, təlqinlə başa salmaq qərarına gəldi. Sənin adın Yolamandır, eşitirsənmi? Sən Yolamansın. Atanın adı Donenbaydır. Atan yadında deyil. Axı o sənə hələ uşağına ox atmağı öyrədi. Demək, atası demək Yolamana ox atmağı öyrətmişdi. Mən də sənin ananam. Sən mənim oğlumsan. Sən Naymanlar qəbiləsindənsən. Başa düşdün? Sən Naymansan. Ananın dedikləri o tam laqitlə qulaq asırdı. Elə bir bu sözdə onun dəxli yoxdur. Yəqin otluqda, cırıldan çərkəyə də beləcə qulaq asardı. Qoy görüm onlar sənin başına nə gətiriblər deyə Naymanla əlini onun başına uzatdı. Manqur kənar çıslayıb çəkildi. Əli ilə papağına yapışıb daha anasına tərəf baxmadı. Arvad başa düşdü ki, başını heç vaxt onun yadına salmaq olmaz. Bu vaxt uzaqdan dəvə minmiş bir adam göründü. Yəni artıq dəvənin sahibi yaxınlaşmaq istədi. O yaxınlaşırdı. Nayman soruşdu. Bu kimdir? Mənim üçün yemək gətirir. Nayman təklifə düşdü. Bu yuan onu görməmiş tez çəkilib gizlənməli idi. O tez dəvəsini xıxlayıb minə-minə oğluna xəbər etdi. Onu heç nə demə. Mən tezlə qayıdacağam. Oğlu cavab vermədi. Onun heç əyninə də deyildi. Nayman başa düşdü ki, dəvənin üstünə sürü içindən keçməklə səhv edir. Gərək otlayan dəvələrin arası ilə gizlənə-gizlənə piyada keçəydi. Nayman otlaq yerindən xeyli uzaqlaşan sonra qıraqların yofuşan basma dərin bir dərəyə girdi. Burada dəvəni dərənin dibinə çöküşdürüb yerə düşdü, daha ağmayını qalxmağa qoymadı. Gizlənə başda Yuan onu görmüşdü. Demək, baxmağa başladı. Gizlənə baxmağa başladı. Yuan onu görmüşdü. Birazdan o dəvəsini yoğurtmaq sürə-sürə gəlib çatdı. Nizə və oxla silahlanmışdı. O dəvələrin sahibi nizə və oxla silahlanmışdı. Kəsdirə bilmirdi ki, dəvəni hara sürsün. Əvvəlcə nizə və oxla silahlanmış. Ana kəsdirə bilmirdi ki, dəvəni hara sürsün. Əvvəlcə bir tərəfə sürdü, sonra başqa tərəfə döndü. Axırın dəfə lap dərənin yanına keçdi. Yuan dəvənin biraz da o yan bu yana səyirdən sonra da geriyə sürüb tərəf iqayət demək. Burada bu söhbət demək Yuan yanından gedir. Demək ki, o oxla silahlanmışdı. Gəldi dərənin başına, atı o yan bu yana sürdü və sonunda sürüb getdi. Sürüyə tərəf qayıtdı. Axşam düşürdü. Gün batsa da hələ göyün şəfəqi çəkilməmişdi. Sonra hava birdən qaraldı. Ətraf qaranlıq bir gecə də bürüdü. Nayman ana o gecəni oğlunun olduğu yaxın yerlərdə çölükdə keçirdi. Oğlunun yanında qayıtmağa ürək eləmirdi. Qorxurdu bayaqki Yuan gecəni sürün yanında qala. Və o gecə qəti qərar gəldi ki, oğlunu xilas eləsin. Çalışıb özü ilə aparsın. Manqurt olsun qoy. Heç nə başa düşməsin. Tək ki, öz adamlar arasında qalsın. Demək, yenə də biz burada ana ürəyi necə kövrək olduğunu görürük ki, tək ki, qoy manqurt olsun. Heç nə başa düşməsin. Amma yenə də öz qəbiləmizdə yaşasın. Ana ürəyi belə deyirdi. Başqalarının dözüb barışdığı vəziyyətə o dözə bilmirdi. Ora və bilmirdi ki, qanı qanından olan doğma oğul qul qalsın. Kim bilir, bəlkə doğma yerlər görən sonra ağlı öz yerinə gələcək. Uşaq illər yadına düşəcək. Səhərin Nayman ana yenə ağmayan suvar oldu. Ağmaya suvar oldu, yəni minib gəldi. Heç kəsin olmadığı yəqin elən sonra oğlunu səslədi. Yolaman, salam. Oğlu dönüb baxanda ana sevincindən içini çəkdi. Ancaq elə o dəqiqə başa düşdü. Oğlu elə belə səsə dönüb. Nayman ana yenə çalışdı ki, oğlunun yaddaşını diriltsin. Adını yadına sal. Tap görüm adın nədir? Deyə yalvarıb onu qandırmaq istədi. Bilmirsən, məgər atan Donenbaydır. Bilmirsən məgər, atan Donenbaydır. Sənin adın Manqurt deyil, Yolamandır. Adın üçün belə qoymuşam ki, sən Naymanların böyük köçü vaxtı yolda doğulmuşsan. Sən anadan olanda biz 3 gün köçü saxlayıb dayandıq, 3 gün toy bayram etdik. Demək, ona görə bu oğlan adı Yolamandır ki, çünki o Naymanların köçü zamanı dünyaya gəlib. Anam bu dediklə Manqurtu oğluna təsir göstərmədiyinə baxmayaraq danışığına ara vermir, boş da olsa yenə ümid edirlər ki, bəlkə bu qaranlıq şuurunda bir qığılcım işarə. Adını yadına sal, atanın adı Donenbaydır. Sonra o götürdüyün ehtiyatdan ona yedirib içirtdi, yəni yemək verdi. Oğlunu doyuzduran sonra ona layla edilmə başladı. Layla onun xoşuna gəldi. Arvadın layısı onun üzərinin ürəyinə yayıldı. Xoşluqla qulaq asırdı, onun gündən qaralıb, codlaşmış, donk sifətindən nəyəsə canlı, ilik bir halət əmrə gəlmişdi. Buna görə ana onu inandırma çalışırdı ki, bu yerə tərk eləyib, ona qoşulsun, öz yerlərini qaçsın, yuanlardan bir dəfə canı qurtarır. Manqurt ağlına vura bilmirdi ki, necə durub geçsin? Bədbəxt ol, bədbəxtdir. Deyir, necə durub geçsin? Bəs sürü nə olsun? Cəmaat nəhaydı, deyir ki, bəs sürü necə olsun? Yox, ağısı deyir ki, sürünün gözünə qoymaz. Bədbəxt ol, bədbəxtdir. Yaddaş itib hər şey gedir.
Və yenə Nayman ana pozulmuş yaddaşın o bağlı qapısını təkrar-təkrar döyəcləməyə başladı. Dediyini deyirdi. Adını yadına sal, adın nədir, sənin adın Donenbay. Anam başı ilə qarışmışdı ki, axşam necə düşdüyünü hiss eləməmişdim. O vaxt abi gördü ki, Juan dəvə üstündə sürünün o başına yaxınlaşır. Nayman fürsəti itirməyib tez ağmaya mindi və uzaqlaşdı. Ancaq o bir tərəfdən bir Juan çıxıb onun yolunu kəsmək istədi. Ayaqdan yüngül ağmaya, ağmaya atın dəvənin adı. Onun vaxtını aradan çıxartdı, Juanlardan dalda qalıb çıxır bağıra, çıxa nizələrini oynadaraq onu qovma başladı. Ağma yel kimi qanadlanıb Nayman ananı da bu ölüm dirim qovağından uzaqlaşdırdı. İntihası onun xəbər olmadı ki, əlləri boşa çıxan Juanlar ürəkdən soyunmaq üçün yazıq manqurtu o ki var döyüblər. Ancaq ondan nə gözləmək olardı? Elə deyib dururdu. Deyirdi, mənim anamdır. Soruşdu ki, elə deyib dururdu, o nə deyirdi? Deyir ki, qadın deyib ki, deyir mənim anamdır. Anan zadın deyil, sənin anan yoxdur. Heç bilirsən niyə gəlib? Bilirsən, indi istəyək papağını çıxarıb başını boğa verir. Onlar yazın manqurtun canına qorxulu salma başladı. Manqurt bu su eşitəndə qaralmış sifəti bomboz oldu. O boynunu qısıb, papağını bərk-bərk yapışaraq tələ düşmüş heyvan kimi yan görsən baxmağa başladı. Juan ona oxşay verib dedi. Qorxma, al bunu. Nişanla görüm, deyə Juan papağını göyə atdı. O papağı dərib keçdi. Gör ha, deyə papaq sahibi təəccübləndi. Əlinin yaddaşı hələ də qalıb. Yəni o instinkt hələ də qalıb, papağı vurub ortadan deşir. Yoxlayırlar görə elə bu o xətəbə deyirlər gör ha, papağı ortadan vurub deşdi. Nayman ana yuvasından hürküdülmüş quş kimi düzdə murnuxur, özünə yeta bilmirdi. Bilmirdi nə eləsin, nə gözləsin. Turan qarışırdı. Gecə azman Saroja çöllərinin üzərinə çökürdü. Ağma o öz sahibəsini çünki sərbəst bir yerişlə böyük dəvə sürüsünə tərəf apardı. Bu da o sürət çatdı. Otlayan heyvanların arasını keçdi və ətrafı gözlərdi, amma oğlunu görə bilmədi. Onun minik dəvəsi yüklü halda noxtasını sürüyə-sürüyə otlayırdı. Nayman ana oğlunu səsləb çən başladı. Yolaman, hardasan? Mənəm anan, hardasan? O narahatlıq ətraf boylan qaldığı üçün oğlunun dəvə dalına daldına, dizini yerə verərək oxla onun nişanını görmədi. Buna ox vermişdilər ki, gələndə qadın vurarsan, çünki sən papağını çıxartmağa gəlir. Öz anasını nişan aldı. Yaddaş iti baxıb. Yaşın şüası ona mane olurdu. Fürsət gözləyir ki, oxu buraxsın. Jolaman, oğlum, Nayman oğlundan nigaran halda onu səsləyirdi. Birdən qandırıb baxanda onu gördü. Bircə atma deyə bildi. Elə ağmayanı mahmızlamaq istədi ki, dönüb oğlu üzbəyiz gəlsin, yetirmədi. Ox vızıltı onun sol qoltuğuna sancıldı. Bu ölümcül zərbə idi. Nayman ana dəvənin boynuna sinib ilişə-ilişə yıxıldı. Ancaq ananın özündən əvvəl başının yaylığı açılıb düşdü. Havada bir quş olub çığıra-çağıra uçub getdi. Yadına sal, kimlərdənsən, adın nədir? Sənin adın Donenbaydır, Donenbaydır, Donenbay. Deyirlər ki, o vaxtdan sarı özəkdə Donenbay quşu uçur. Donenbay quşu yolçuya rast gələndə onun yaxınlaşıb uçasa səslənir. Yadına sal, kimlərdənsən, əfsanədə, kimlərdənsən, kimin oğlusan, adın nədir? Adın Donenbay, Donenbay. Sarı özəkdə Nayman ana bastır o yer o vaxtın ana beyt, yəni ana məskəni qəbristanlığı deyirlər. Biz bunu Gün və Əsrə bərabər romanının digər bir hissəsi olan o, demək, Qazanqapının ölümünü məhz ana beytdə bastırmaq istəyirlər. Bax, oradan da biz bunun ardını görmüşük. Həsən təhlilincə gələ yoldaşlar. Əsər Çingiz Aytmatovun Gün və Əsrə bərabər romanından böyük bir məna kəsb edən hissələrdəndir. Əsərdə yazıcı milli mənəvi dəyərlərin qiymətinin itirilməsini etiraz edir, yəni milli mənəvi dəyərlər itməməlidir. Həmçinin əsərdə gənclərin tarixini, mənəviyyatını öyrənib, onlara sahib çıxıb, gənc nəslə ötürülmənin vacibliyində öz əksini tapmışdır. Demək, gənclərə tarixin mənəviyyatını öyrənib. Əsərdə yazıcı əsir düşmüş, işgəncə məruz qalıb, yadını itirmiş gəncin timsalında milli dəyərlərdən, tarixi kimlikdən uzaqlaşmağın acı nəticələrini göstərib, həmçinin bundan narahatlığına səbəb olur. Necə ki, biz orada demək, Qazanqapının oğlunun məhz manqurtlaşdığını görürük ki, bəli, o da milli mənəviyyatdan uzaq bir şəxsdir. Juanların insanlığı yaraşmayan əməlli nifrət doğurur. Əsir düşmüş oğlanın başına dəvə dərsi keçirək, işgəncələrə manqurtlaşması, öz ana və atasının tamamlaması, keçmişini unutması və bunun acı nəticələri əsərdə dolğun şəkildə əks olunur. Yəni, keçmişini unudan insan gələcək olmaz. Keçmişini unutmağın acı nəticələri var. Ana sevgisi, fədakarlıq əsərdə öz əksini tapmış əsas məsələlərdən. Nayman ana yaddaşı itirmiş oğluna görə özünü təhlükəyə atır, amma bu ona heç də qorxutmur. Ana bala üçün özünün oda yaxar atılar sözü özünün Nayman ananın timsalında doğrudur. Ananın oxuduğu həzin layla manqurtun qəlbinə yol tapsa da, onun qul təfəkkürünü, başqasının tərəfindən idarə olunması anasının ölümünə səbəb olur.
Yazıçı Nayman ana dilindən yadına sal kimlərdənsən, adın nədir? Sən adın Donenbaydır deməkdə manqurt təfəkkürünə, malı insanlara kimliyinə, bu elə ümumi də belə desə, bu təkcə o övladına yox, yəni bunun kimi minlərlə, yüzlərlə manqurt insanları demək istəyirdi ki, kimliyini xatırla, tarixini, mədəniyyətini, musiqisini, mənəvi dəyərlərini qoruyub saxlamağın, gələcək nəsilləri ötürmə vacibini aşılamaq istəyir. Nayman ana manqurt haqqında məlumatı sövdəgərlərin danışığı zaman işləyir. Jolaman Juanların qeyri-insan əməllərinə qurban olur. Jolaman atasının qisasını almaq üçün döyüşə gedib yaralanmış və təsdiqlə at onu düşmən tərəfə aparmışdır. Jolaman anasının öldürülməsinin səbəbi ona inandırmışdılar ki, anası onun başındakı dərini götürmək istəyir. Manqurt kim olduğunu, hansı nəsildən qəbildə olduğunu, adını, uşaqlığını, atasını, anasını xatırlayıb yadına sala bilmirmiş. O dilsağ heyvan kimi bir şey olduğu üçün tamamilə müti və təhlükəsiz idi. Manqurt heç vaxt qaçma fikrini düşməkmiş, bunu ona görə güdmək, keşikli saxlamaq, gizli niyyətlərdən şübhələnmək lazım gəlmirdi. Manqurt sadiq it kimi bircə öz sahibini xatırlar, başqa adamlara baş qatıb qarışmaz. Bircə fikri qayğısı varsa o da qarnını doyudurmalıdır. Manqurtda adətən ən çəkin ağır işlər gördürülmüşlər ya da ki, küt dözüm tələb edən cansız işlər buyurdu. Eyni zamanda bu Sarıözər səhrasında saxlayırlar. Manqurt üçün ən böyük cəza başını buğa verib dərisini qopartmaq idi. Dəli ayğır kimi çırpınacaq, bir adamı da başına yaxın buraxmayacaq. Belə manqurt heç vaxt papağı çıxartmır, elə papaqda da yatır. Nayman ananın əri bir il əvvəl Sarıözər torpaqlarında Yuanlar döyüşdə ölmüşdü. Uşaq da yetmişdi ki, atasının qisasını alsın. Nayman ananın oğlunun meydinin döyüş meydanına atılıb qalmağı, bastırılmamaq ona narahatlıq verirdi. Demək, Nayman ananın oğlunun meydinin döyüş meydanına atılıb qalmağı, bastırılmamağı ona narahatlıq vermirdi. Ona rahatlıq vermirdi, yəni narahat olurdu. Manqurtun qohumları yaddaşını tamamı itdiyinə görə, müqabil hala düşdüyünə görə onu xilas etmək istəmirdilər. Əsərin sonunda Nayman ana oğlunun yaddaşının qaytarılmasına nail ola bilmir. Oğlu tərəfindən oxla demək öldürülür. Belə dəyərli yoldaşlar, biz sizə Manqurt əsərini təqdim etdik. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir videoda görüşəcəyik. Minnətdarım.